Yəni buradan Sumqayıta, Sumqayıtdan bura, yəni heç kim Xırdalana, deməz. Artıq Masazıra. Sumqayıt Bakı anlayışı yoxdur. Sumqayıt Bakının bir rayonudur. Necə Nəsimi, Sabah. Elə bir rayon. Qardaş, buradan ora gedən insanlar hər səhər oradan bura gəlir, axşam da buradan ora işə. Yəni bununla bağlı aynaya Ana Rzayev deyəsən də ona müraciət edim. Qardaş, nə edirsiniz? Nə iş görürsünüz? Biz çıxın danışın görək nə planınız var da bizi bu tıxacdan qurtarmaq üçün. Yəni başa düşdük, gəlib baxın, məhlələrin içini belə xəttləyiblər. Lövhələr qoyublar ki, pul ödə. Bax bizim binanın sağı solu biz evə qonaq gələndə biz utancımızdan yerə giririk ki, 5 saat evdə qonaq oturacaq 5 manat şey ödəməli. Niyə? Məhlənin içinin xəttlənməsi hansı ağlın, təfəkkürün belə məhsuludur. Qardaş, siz nə? Birazdan girəcəklər o həyətlər var, həyət yanı sahil. Oranı da xəttləyəcəklər. Marketin qabağı enişdir. Mən məsələn o aparat olmayan marketlərə girmək istəyirəm. Çünki gedəndə bir də ona pul ödəmək istəmirəm. Dünyanın hər yerində